11-in həllinə baxaq. 11-də deyir ki, birinci sualda 10 saata 40 detal hazırlayan usta eyni məhsuldarlıqla çalışsa 60 detalı neçə saata hazırlayar? Burada usta və eyni bir ustadan söhbət gedir də, yəni eyni məhsuldarlıqla çalışan ustalarda düz mütənasibliyin qaydası ilə olacaq. Saatın məsələn detala nisbəti belə deyək, S1 bunları belə formal belə qiymətləndirək. S1-in D1-ə nisbəti bərabərdir S2-nin D2-yə nisbəti kimi götürüləcək. Onda S1-imiz 10-dur, D1-imiz 40-dır, S2-miz yoxdur, S2-miz yoxdur, D2-miz amma 60-dır. Gördünüz ki, düz mütənasib, yəni tənasüb alındı belə deyək. Tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabər olduğu üçün, bu ki, S-in indeksindədir. Bərabər olduğu üçün bu qaydada və buradan sıfırları atırıq. Əslində ondan atsayıq daha məntiqli olardı. Yəni əslində fərq yoxdur 10-60, yəni ondan atsaq 60-ı 4-ə bölsək, S2-miz nə verəcək bizə? 15 saat. İndi keçək ikincinin həllinə baxaq. Deməli, burada S2-də artıq bir saniyə bunu pozaq. Davam edək fikrimizə. S2-də artıq kvadrat metr divarı boyamaq üçün, yəni 50 kvadrat metr divarı boyamaq üçün 20 kiloqram boya tələb olunur. 90 kvadrat metr divarı boyamaq üçün nə qədər boya lazımdır? Burada kvadrat metrdirsə, söhbət belə deyək. Sahələrdən gedir və çəkilir. Olsun, yəni 50-nin 20-yə bu cür yazaq. 90-ın da nəyə olacaq? X-a nisbəti. Yenə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Deməli, bu verəcək bizə 90 vurulsun 20 və buradan sıfırları ixtisar aparaq. Biz burada nə etməliyik? Deməli, biz burada 20-ni düz elədikmi? X bərabərdir. 180-i bölməliyik 5-ə. 180-i də 5-ə böləndə 36 kiloqram almış olacaq. Bəli, düzdür. Keçək üçüncüyə. 3-ün həllinə baxaq. 3-də nə deyir? 3-də deyir ki, 96 metr parçadan 12 eyni paltar tikmək mümkündürsə 36 metrdən nə qədər tikmək mümkün olacaq? Əlbəttə bunu x-a böləcəyik. Kənarların yenə ortaya 96x-ı 12 vur 36-ya bərabər etsək. Burada artıq nöqtələr düşür. Bu da edəcək 8. Biz 36-nı 8-ə bölməli olacağıq. Bu da kəsirlə alınacaq. 4,5. 4,5 deyəndə 4 paltar götürəcək. Yəni yarımı bizə lazım deyil. 4 paltar tikmək olacaq. Sonra keçdik 4-cüyə. 4-cüdə 60 litr süddən 12 kiloqram çərək yağı almaq üçün 150 litr süddən nə qədər çərək yağı lazım? Yenə kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. 12-ni vuracaq 150-yə. Bu 12 ilə bu ixtisar gedir 5 qalır. X bərabərdir. 150-ni 5-ə bölsək, X bərabərdir 30 kiloqram olacaq. İndi isə baxaq 5-ciyə. Deyir 15 kub metr dəmirin, bir saniyə bunu pozum. 15 kub metr dəmirin kütləsi 60 kiloqramdır. 90 kub metrin kütləsi nə qədər olacaq? Yenə kənar hədlərin orta hədlərə hasili 60 vurulsun 90. Bunlar ixtisar gedir. X bərabərdir. 4-ü 90-a vursam, X bərabərdir 360 kiloqram. Bəli, bu 11-in həlli. Keçək 12-yə baxaq. 12-də işçi məsələləri tərs mütənasiblə həll edilir. Yəni, belə deyək də, birinci traktorun ikinci traktora nisbəti, ikinci saatın birinci saata nisbəti kimi. Gəlin, indi yerinə düzgün qoyaq. Birinci traktor 4-dür, ikinci traktor 12-dür, ikinci saatımız X-dır, birinci saatımız 80-dir. İndi kənar hədlərin hasili, orta hədlərin hasilinə prinsipinə görə yazaq. 12 X tənasübün xassəsi ilə yazaq. 4 vurulsun 80. İndi burada deməli, necə olacaq? 12 X 4 vurulsun 80. İndi baxaq görək ki, burada məncə tam bölünməyəcək. Çünki bunu ixtisar aparmalıydıq. Bunu ixtisar aparırsaq burada 3 düşür. 80 saatı 3 yerə bölsək, bu bizə verəcək 2, 26. 26-ın 3-ə vuranda 78 edir. 3-də 2. Yəni belə deyək. 26 saat 60 dəqiqə bunu hesablasaq 60-da 40 edir. 26 saat 40 dəqiqə. Tam dəqiqliklə yazmalı olsaq belə yazacağıq. Sonra ikincinin həllinə baxaq. İkincidə deməli bir dəqiqə bunu bitirək. Bəli, ikinci həllinə baxsaq. Birinci dişli çarxda 28 diş, ikinci dişli çarxda 12 diş var. Birinci dişli
çarxın 180 dövr etdiyi müddətdə ikinci çarx nə qədər dövr edər? Deməli, dövrləri sayda var, dişlərin sayda var. Gəlin dişlərin sayını D ilə işarə edək. Yəni D1-in D2-yə nisbəti tərs mütənasib olduğuna görə N2-nin, bu da dövrlərin sayı olsun. N1-ə nisbəti. Gətirək yerinə qoyaq. 28-in deməli 12-yə nisbəti bizə verməlidir. Tərsinə olmalıdır burada. X-ın 180-ə. Belə çıxır ki, kənar hədlərin hasili və orta hədlərin hasilini hesablasaq 180. Deməli 180 ilə 12 buradan ixtisar gedir. Düşür neçə dəfə? 15 dəfə, eləmi? 15 dəfə. X bərabərdir 28, 15-ə vursaq neçə edər? X bərabər 28, ona 280-dir. 28-i 5-ə vuranda 4 yadda 14-dür. Bunları da cəmləyəndə cəmi eləyir 420. Bəli, 420-dir cavab. Keçdik növbətiyə. Üçüncüyə baxaq. Üçüncünün həllində, əgər müəyyən bir işi 8 fəhlə 80 sahada yerinə yetirirsə, 20 belə fəhlə neçə sahada yerinə yetirər? S2-nin S1-ə tərs götürməliyik. 8 fəhlə 20-yə X-ın 80-ə nisbəti ilə kənar hədlərin hasili orta hədlərə bər olduğuna görə ixtisar gedir. 8-i 4-ə vuranda 32 saat olacaq. Bu belə. İndi dördüncünün həllinə baxaq. 4-də A məntəqəsinə B məntəqəsinə qədər olan məsafəni qatar saatda 100 km saat sürətlə gedərək 8 saata qət edir. Deməli, saatda 40 km saat sürətlə gedən qatar həmin məsafəni neçə saata qət edər? Bu da olsun T2-nin T1-ə nisbəti. Sürətləri V ilə işarə elədim. 100-ün 40-a sürətləri 1 götürürəm. T2-də olan saat yoxdur. X-da T1-in saatı var 8-dir. Yenə kənar hədlər, orta hədlərdən yazsaq 100 vurulsun 8, ixtisar gedir. Bura düşür 5, X bərabərdir. 100-ü 5-ə bölsək, X bərabərdir 20 saat. Bu da belə. 4-ün də həlli belə və 5-ciyə baxaq. 5-cidə ferma üçün alınmış quru ot 90 inəyə 30 günə çatırsa, bu qədər quru ot 120 inəyə neçə günə çatar? Birinci inəyin ikinci inəyə nisbəti, ikinci günün birinci günə nisbətinə bərabərdir. 120 X bərabərdir 90 vur 30 və 30-dan 120 ixtisar gedir 4. Buradan da X bərabər oldu. 90-ı bölməliyik 4-ə. 22 eləyir. 22 tam 90-ı 4-ə bölsək 22 tam 4-də 2. Yəni ki 22 tam 2-də 1. Biri 22 gün. 22 gün. Bir də 2-də 1. Bir günün yarısı. Yəni bir gün 24 saat olduğuna görə 2-də 1 gün nə qədər olacaq? 12 saat. 13-dən başlayaraq faizə aid məsələlərin həllinə baxaq. 13-də nədir? Tərlanın 700 manat pulu var idi. Pulu var. Onun pulunun 40%-nə dondurma aldı. Dondurmanın qiyməti neçə manatdır? 700-ün 40%-ni tapmaq üçün 700-ü 40-a vurub 100-ə böləcəyik. Deməli, dondurma alıbsa 280 manat. 2-də sinifdə 40 şagird oxuyur. Onların 30%-i əlaçıdır. Sinifin neçə faizi əlaçıdır tapmaq üçün bu 40-ı 30-a vurub 100-ə bölməliyik. Sıfırları atacağıq. 4-isə 12 şagird əlaçıdır. 3-cü Milli Məclisdə 125 nəfər deputat var. Təklif olunan qərara 25 deputat səs verdi. Deputatların neçə faizi qərara səs verir? Neçə faizini tapmaq üçün 25-i 125-ə bölüb 100-ə vurmalıyıq. Bura düşür 5 dəfə 20% səs verib. Sonra 4-cüdə kitabın 300 səhifəsi var. 50 kitabın 60 səhifəsini oxudu. 50 kitabın neçə səhifəsini oxuyub? Vururuq 100-ə. 60-a 30-a 20%-in oxuyub. Sonra baxırıq. Deməli baxırıq neçənciyə? 5-ciyə. İnsanın çəkisinin 10% qandır. Çəkisi 80 kiloqram olan insanın qanı nə qədər olar? Bölürük 8 kiloqram qan olar.
Yolun uzunluğu 120 kilometrdir. Famil yolun 30 kilometrini getdi. Famil yolun neçə faizini qət etmişdir? 30'u 120'ye bölüb vuracağıq 100'ə. İxtisar gedəcək 100'ü 4'ə böləndə neçə olur? 25 faiz. Digərinə baxaq. 14'ün həllini sizə belə deyib, planşet qələmi səliqəsi yazır deyəm. 14'ün həllini sizin üçün yazılı təqdim edəcəyəm. Həm də mənim üçün vaxt itkisi də olmur belə olanda. 14 deyil. 15'dir. Gəl axtaraq 14. 14 budur. 14'ün həlli burada bir-bir verilib. Ekranı saxlayaraq bir-bir həllərə baxa bilərsiniz. Tam izahlı formadadır. Buradan yaza bilərsiniz hamısını. Mən biraz da kiçildim ki, bəlkə bütöv belə. Ekranı saxlayıb yazın buradan uşaqlar. Keçək növbətiyə 15'ə. 15'in də həllini hazır formada təqdim edəcəyəm. Burada ekranı saxlayaraq bunu yaza bilərsiniz. 15'in plana görə müəssisə 500 detal hazırlamalıydı. O planın 120%'ni yerinə yetirib. Müəssisə neçə detal hazırlayıb? 120%'ni yerinə yetiribsə 500'ün 120%'ni tapırıq. 600 detal hazırlayıb. Deməli 240'ın 130%'ni yerinə yetiribsə 312 hazırlayıb. 300'ün 125%'ni 3-cüdə yerinə yetiribsə usta nə qədər detal hazırlayıb? 375. Keçək növbəti hazır həllimizdən istifadə edək. Bu 18'dir. Deməli 15'dən hələ orada 2 dənənin həlli qalıb. Onları özümüz yazacağıq ondan. Bunların hansı oxşayır? Bu 17'dir, yox. Bizə saniyə gözləyin. 16'nın həllini onda bir yerdə baxaq. 60%'i 90 olan ədədi tapın. Bunlar belə yazılacaq uşaqlar. 60%'i 90 olan ədəd deyəndə 60%'i 90'dırsa 100%'i nə qədər olar? X. Tənasüb kimi yazsaq 100 vurulsun 90 bölünsün 60'ı tapmalı olacaq. Deməli 9 6 ilə burada qalır 2, burada qalır 3. 100 də 2'ye bölünür 50. 150. Ədəd 150'dir. İkinci də 70%'i 140 olan ədəd. Belə deməli bu 140'ı biz belə də yaza bilərik. 100'ə vurub 70'ə bölə də bilərik. Bayaqki birinci üsulda kimi yaza bilərik. Belə də yaza bilərik. Söhbət 200 ədədindən gedir. Yəni faizinə görə ədədi tapmaq üçün ədədi 100'ə vurub faiz göstərən ədədə böləcəyik. Bu qaydadan da istifadə etmək olar. Üçüncüdə bu qaydadan istifadə edəcəm. Çünki belə yazanda tez-tez yazılır. 120'ye 3 qalır. 300. Sonra dördüncüdə 2%'i 15 olan 15'i 100'ə vurub 2'ye böləcəm. Burada düşür 50. 50'ni 15'e 150. Beşincidə 80%'i 160. 160'ı vuracam 100'ə. Böləcəm 80'ə. İxtisar gedir. Söhbət 200'dən gedir. Altıncı 75%'i 55'i vuracam 100'ə. Böləcəm 75'ə. Deməli 5'ə ixtisar gedir. Burada qalır 3. Burada qalır 11. Belə deyək. 11'i vuracağıq 100'ə. Böləcəyik 3'ə. 11'i 5. 1100'ün 300 olan nisbətini taparsınız. Keçək növbətiyə. Sonra 17. 20 ədədi 80'in neçə faizidir birincidə? 20 ədədi 80'in neçə faizi isə 20'ni 80'ə bölüb 100'ə vuracağıq. Sıfırlar gedir. Bu da gedir 4'də 1. 25 faizi. İkincidə 15 ədədi 60'ın neçə faizidir?
Yenə ixtisar gedir 25 faizi. Üçüncüdə 36 ədədi 180-in neçə faizidir deyir. Bunlar ixtisar gedir 20 faizi. Sonra dördüncüdə 30 ədədi 150-nin 30'u 150'ye bölüb vuracağıq 100'ə. Bu da ixtisar gedəcək 5, 20 faiz. 20 faiz. Sonra baxırıq 5-ciyə. 5-cidə 24 ədədi 1500'ün söhbət gedir. 24 1500'ün 100'ə vuranda bu sıfırlar getdi ixtisar. Bu da eləyir 5'ə bölünəndə 5'də 8, 1,6 faizi. Sonra uşaqlar davam edirik. Hazır həlli olandan. Deməli 18'in hazır həlli var idi, səhv eləmirəmsə. Bəli, məsələ böyükdür, elə hazır həllərindən istifadə etmək məsləhətdir. Çünki vaxt itkisi olmasın. 18'ə baxırıq. 18'də deməli alma qurudularkən 20 faizini itirirsəm, nə qədər təzə alma götürmək lazım? 60 kilogram olsun. 20 faizi itirirsə 80 faizi qalır. Biz tapmalıyıq ki, 80 faizi 60 olan ədədi 60'ı 100'ə vurub 80'ə bölməliyik. Eyni formada 2, 3, 4, 5'in və 6'nın da həllərini yazmışam. Bura baxaraq yoxlaya bilərsiniz tapşırıqlarınızı. 19'da deyir ki, mağazada 270 kilogram alma, 330 kilogram armud var. Armud bütün meyvələrin hansı hissəsini təşkil edir? Əvvəlcə biz neçə faizini təşkil edir? Əvvəlcə biz bunların cəminə baxaq. 600 kilogram ümumi meyvənin çəkisidir. Armud burada nə qədərdir? 330. Onda 330'u bölməliyik 600'ə, vurmalıyıq 100'ə. Burada sıfırlar ixtisar gedəcək. 330'u 6'ya böləndə 55 faiz edir. Sonra bu birincisinin həlli idi. İndi ikincisinə baxaq. Mağazada 371 kilogram portağal, 329 kilogram nar var. Portağal bütün meyvənin neçə faizini təşkil edir? 700 kilogram edir. Portağal soruşursa 329 kilogramdır. 700'ə böləndə bərabərdir. 4 dəfə 28, 7 dəfə 49, 47 faiz. Sonra növbətiyə baxaq. Üçüncüdə mağazada 140 kilogram alma, 360 kilogram portağal var. 500 kilogram meyvə olur. Alma bütün meyvələrin 140'ı böləcək 500'ə. Vuracaq 100'ə. İxtisar gedəcək. 140'ı 5'ə böləndə 28 faizini təşkil edir. 28 faizi oxşadı mı bu heç? 14'ü. Kefə bəli 28 faizi. 50 faizi 250 olarsa hə oxşayır. Oxşuyur. Keçək 20'yə. 20'də 20'nin birincisində ölkə əhalisi bir il ərzində 109 faiz artaraq 100 faiz idi, 109 faiz artıb. 327 min nəfər oldu. Ölkə əhalisinin əvvəlində nə qədər olub? 100 faiz olanda bilmirik nə qədər olub. Amma 109 faiz olanda bilirik ki, nə qədər olub? 327 min nəfər olub. 327 min nəfər olub. Deməli, onda biz x-i tapsaq, 100'ü vuracağıq. 327 minə böləcəyik 109'a. Görək biz burada 327'ni 109'a bölə bilirikmi? Bölək. 2 dəfə düşəcək. Yox, 3 dəfə düşəcək. 3 dəfə düşəcək. 327 eləyəcək. Onda 300 min edir. Deməli 300 min olub ilin əvvəlində. İkinciyə baxaq. Bir saniyə pozaq bunu. İkinciyə baxaq. İkincidə deyir ki, zavod ay ərzində boru istehsalını 10% artıraraq 110% olub 880 tona çatdırdı. Əvvəlki aylarda zavodun nə qədər boru istehsal etdiyini tapın. 100% olanda nə qədər olub? 100 vurulsun 880 bölünsün 110. Böləndə ixtisar gedəndə 800 kilogram. 800 ton. 800 ton olub. İndi baxaq. Növbəti ikinci. Zavod ay ərzində onu oxuduq. Üçüncü. Müəssisə əvvəlki ilə nəzərən istehsalını 30% artıraraq 52 min məmulat buraxdı. Müəssisənin əvvəlki ilə olan istehsalını müəyyən edin. Gəlin baxaq. 100% olanda nə qədər olub? X. X bərabərdir. 52 mini 100'ə vurub 130'a bölsək
400 düşür. Deməli, əvvəl nə qədər olub? 40.000. 40.000 olub. Tapırıq. Sonra dördüncü. Əkin sahəsi il ərzində 20% artırılaraq 960 hektar oldu. İlin əvvəlində əkin sahəsi nə qədər idi? 100% olanda nə qədər idi? X. X bərabərdir 960 vur 100 bölünsün 120. Bu da ixtisar gedir. Qalır 8. İlin əvvəlində nə qədər olub? 800 hektar. Sonra davam edirik uşaqlar. Bundan sonra bunu təmiz bir dəfə pozum. 21-də deyir ki, sexdə olan dəzgahların 30%-ni təmir etdikdən sonra 80 dəzgah qaldı. Sexdə neçə dəzgah vardı? 30'un təmin ediblər neçə faizi qalıb? 30'un təmin ediblərsə bunun 70% qalıb. Eləmi? Bu 70% qalanda deyir nə qədər dəzgahdır? 80 dəzgahdır. 80 dəzgahdırsa bu 70% olan. 100% olan neçə dəzgahdır? X. X bərabərdir. 80'i vururuq 100'ə. Bölürük 70'ə. Demək 70% 80'dirsə 100'ü nə qədərdir? Bunu belə tapırıq. İxtisar gedir. 800 bölünsün 7, 11. Deməli, 10'da 30, 30'dan 3 dəfə düşür. 4 dəfə, 8'də 2%. 7'də 2%. 7'də 2%. Belə. Keçdik ikincisine baxmağa. 21'in ikincisine baxaq. Hara getdi bizim lövhəmiz? Bir dəqiqə, bir saniyə gözləyin. İkincisine baxaq. Deməli, burada necə olacaq? Ən yaxşı bu şəkli. Məsələn, çox qarışıqlı oldu bu. Yazım üçün. Belə. İndi baxaq burada. Nə edəcəyik? Biri yazdıq, ikinciyə baxırıq. İkincidə. Turist yolun 25 kilometrini getdikdən sonra yolun 25% qaldı. 100'ün 25%'in gedib. 25%'in gedib. 75% qalıb. 25% qalıb, 75%'in gedib. Belə deyək. Bu 75%'i 25 kilometr idisə, 100%'i nə qədər idi? X. X bərabərdir 25 vurulsun 100 bölünsün 75. 3 dəfə 100'ü də 3'ə böləndə X bərabərdir 33,1%. Sonra keçdik üçüncüyə baxmağa. Üçüncüdə yolun 40% asfaltlandıktan sonra 120 kilometr yol qaldı. 40%'ini asfaltlayıblar. 60% qalıb. Bu 60%'i 120 kilometrdirsə, yolun uzunluğunu tapın. X bərabərdir 120 vur 100 bölünsün 60. Bu da eləyir X bərabərdir 200 kilometr. Dördüncüyə baxaq. Dördüncüdən ambardakı meyvələrin 60%'i satıldıktan sonra 300 ton meyvə qaldı. 40%'i 300 tondur. 40%'i 300 tondursa 100%'i nə qədərdir? X. X bərabərdir 300 vurulsun 100 bölünsün 40'ı tapmalıyıq. Bu da bizə verəcək ixtisar gedir. X bərabərdir 3000'i 4'ə bölməliyik. X bərabər 30'u 4'ə böləndə 7 dəfə. Burada 30'u 4'ə böləndə 28, 20 qalır. 750 ton. 750 ton. İndi keçək növbətiyə. Növbəti biz hansını yerinə getirdik? Deyəsən 4'ü indi 5'ə baxaq. Usta planın 40%'ni yerinə getirdikdən sonra 300 dəzgah qaldı. Deməli 40% yerinə getirilib 60% qalıb. Bu da 300 dəzgahdır. Neçə dəzgah düzəltməlidir ki plan bitmiş olsun. 60% 300'dürsə 100'ü nə qədər olmalıydı? X. Usta neçə dəzgah düzəltməlidir ki plan bitmiş olsun. 40%'ni yerinə getirib 300 dəzgah qalıb. 300 dəzgahı düzəltməlidir. Əslində məntiqlə sualı düzgün deyil. 300 dəzgah düzəltməlidir ki 300 dəzgah qalıb. Plan yerinə bitmiş olsun. Yəqin ki əvvəldən nə verilibsə onu soruşur yenə. Sualın qoyuluşunda bir dənə səhv var orada. Deməli X bərabərdir. Burada eləyir 55 500 dəzgah. 500 dəzgah düzəltməli idi. 200'ün 200'ün düzəldib 300'ü qalıb. Şərtimiz belədir. Keçək növbətiyə. Növbətiyə yəni sonuncuya. Buradan altda nə deyir? Şagird kitabın 80 səhifəsini oxuduqdan sonra məlum oldu ki 60% oxunmamış qalıb. Neçə faizini oxuyub? 40%'ni. 40% 80 səhifə olan kitabın 100%'i nə qədərdir?
X bərabərdir 100-ü vuracağıq 80-ə, çarpaz vururuq yenə. Böləcəyik 40-a, ixtisar gedir. Deməli 200 səhifə idi. 2-nin həllini sizə hazır şəkildə bu formada təqdim edəcəyim. Əgər bir səhv varsa, hesab səhvi varsa, rəy bölməsinə yaza bilərsiniz. Deməli, 22-də birincidə olan həlli 480 ton məhsul istehsal planı 80% yerinə yetirdi. Deməli, hansı sədədin 80% 480 edib də, yəni bu X sədədindən söhbət gedir. Onu tapmışam. İkincidə təmir tikinti briqadası ilə ərzində 24 ev təmir edərək planı 35% yerinə yetirir. Yəni hansı sədədin 35% 24 olub, onu da tapmışam. Bunu adi kəsirlərdə göstərilə bilərsiniz. İstəsəniz 24-ü 100-ə vurub 35-ə bölmədi burada. Deməli, 100-ə bölüb vurub 35-ə bölsəz 5-ə ixtisar gedir 7. Burada qalır 20. 480-in 7-yə hasili lazımdır. O da 6 olanda 42. 60 olanda 8, 56 eləyir. 7-də 4. Bu formada da göstərmək olar. 3-də də həlli yazmışam, baxa bilərsiniz. Keçək növbətlərə. Deməli, burada növbəti 24, 25, yox 23-ün həllini təqdim etmədim ki mən sizə. 23-ü təqdim etməmişim. Burada 23 qaldı. 23-ün həllinə də baxaq. 23-ün həlli, bu səhv eləməmsə 23 olacaq. 23-ün həllini də hazır formada sizə təqdim edirəm. Burada fərqli olsun deyə hərfləri dəyişib, yəni X da yazmaq olardı. Dəyişik təqdim eləmişəm sizə, baxa bilərsiniz. Həllərə buradan baxın. Suallarınızı rəy bölməsinə yaza bilərsiniz. Keçək, hansı qaldı? Bunun həllini yazacağam. Vaxt çox getməsin deyə hazır həlləri yazmadım. Amma bu iki dənənin, bu iki tapşırığın həllini sizin üçün yazacağam. 24-də nə deyir? Maya dəyəri 1200 manat olan məhsul 1500 manata satılırsa neçə faiz? 1200-ü 100% olarsa 100% olarsa 1500-də satılsa neçə faiz gəlir əldə eləmək olar? 1500-ü vurarıq 100-ə, bölərik 1200-ə. Burada sıfırları atmış olarıq. Deməli, 15-i 100-ə vurub 200-ə 12-yə bölsək, burada 3-dən ixtisar gedəcək 5, burada 4, burada 4-dən ixtisar gedəcək 25. 125% olacaq. 125-dən də 100% çıxanda neçə faiz gəlir əldə etmiş olur? 25% gəlir əldə etmiş olacaq. Keçək ikincinin həllinə baxaq. Bir saniyə gözləyin. İkincinin həllində maya dəyəri 800 manat olan məhsul 1000 manata satılır. Biri nə qədər olacaq? X. Deməli, buradan tapacağıq. X bərabərdir. 100 vurulsun 1000. Bölünsün 800. Bunları atırıq. Deməli, 10'u bir dəfə düşür. 20-də 20-ni 8-ə böləndə 2 dəfə 16. 5, 125. 125'ten yine 100% çıxsaq 25% gəlir əldə etmiş olacaq. Keçək növbətiyə. Üçüncü, maya dəyəri 1600 manata olan məhsul 1200 manata satılırsa burada gəlir yox, ziyan yazılmalıydı. 1600'dədir maya dəyəri 1200 satılır. Bu ziyandadır axı. Yine yazaq 100% 1200 də olacaq X. X bərabərdir 1200 vurulsun 1100. 100 bölünsün 1600. Sıfırlar ixtisar gedir. 12 ilə 4 burada 3 qalacaq. Burada 4. Burada da 4-dən ixtisar gedəcək. 25, 75. 100%-dən də çıxacaq 75%. 25% ziyan edib. Xeyri yoxdur burada. Gəliri yoxdur. Ziyanı var ancaq. 25'ə baxaq. 25'də
25'in birincisinde. Neyse yazmaq istəmədi. 25'in birincisinde. 4000 manata alınan mal 25% gəlirlə qazancla neçə manata satılır? 4000'i 100%dirsə 125%, yəni 25% qazanc 125'dir, x-dır. X bərabərdir 4000'i vuracağıq 125'ə, böləcəyik 100'ə, buradan sıfırları ixtisar aparacağım. Bu da eləyəcək 4'ü 5'ə 0 2 yadda, deməli 8 2 yadda 1 yadda, 40'ın sıfırını da atıram sona, 4 2 yadda, 4 1 yadda 5 5000. 5000 manat edəcək. İkincidə 5200 manata alınan mal 20%, yəni bayaqki kimi də yaza bilərik. Bu 5200'ün 120%'ni də tapa bilərik. 20% gəlirsə 100%'in 120% olacaq. Burada deməli belə eləyəcəyik uşaqlar. 52'ni 12'yə vurmalıyıq. 52'ni vuraq 12'yə. 104. Neyse burada səhv elədik. Deməli 104. Burada da 52. 624. 624. Yanında da 0. 6240. Keçdik növbətiyə. Növbətiyə baxaq. Üçüncü. 4800 manata mal 14% gəlirlə neçə manata satıldı? %14'ü 48'e vuranda 2 3 yadda, 1 yadda 9, 6 1 yadda 5, bu da 4, 2 7 4 5, 5472 5472 manat. Belə. Keçək davam edək növbətlərlə. Yəqin ki hesab səhvimiz olmadı. İnşallah ki olmaz. Keçək növbətlərə baxaq. 26'da hazır həlli təqdim edəcəm 26 və 27 üçün. Çünki heç çox da vaxtım yoxdur izah etməyə. Tapşırıqları buradan yoxlaya bilərsiniz. Bu da 27'nin həlli. Buyurun baxın buradan 26-27 həlləri ekran saxlayaraq yoxlaya bilərsiniz. Mən keçirəm növbətiyə. Növbəti 28. Və 29'un həlli xeyli vaxt aparacaq. Ona görə hələ ki belə eləyək. 28'ə baxın, həllərinə yoxlayın. Mənə elə gəlir burada heç bir səhv yoxdur. Deməli, bunu yoxlayandan sonra 29'un da həlli buradadır. Bunu da burayla yoxlaya bilərsiniz. 30'da 30%-i 15 olan ədədin 25%-ni tapın. 15'i bölməliyik %30'a, vurmalıyıq %25'ə. Faizinə görə ədədi tapmaq üçün ədədi faiz göstərən ədədə bölürük. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vururuq. İndi burada olacaq 15 vurulsun 30'da 100, vurulsun %25. Burada yüzlər ixtisar gedir. 15'dən bu da ixtisar gedir. Qalır 2.
25-i 2-yə böləndə deməli 25-i 2-yə böləndə 12,5. İndi baxaq digərlərinə. Deməli, ikinci də eyni qayda ilə tapılacaq. İkincidə 28% 84 olan ədədin 12%-ni tapın. Deməli, buradan 84 vurulacaq. 28-də 100. O da vurulacaq 100-də 12. Bunlar ixtisar gedəcək. 84 ilə 28 ixtisar gedəndə 3 dəfə. 3-ü 12-yə vuranda 36. Keçək növbətiyə. Dördüncüdə. Üçüncüdə 22% 80 olan ədədin 88 olan ədədin deməli nədir? 11%-ni tapın. %11-ə. Bu da bərabər olacaq. 84-ü vurasız 22-də 100-ə. Onu da vurasız %11-ə. Burada nöqtələr artıq düşür. Deməli belə. Bunlar ixtisar getdi. Bu da ixtisar getdi. 2. 88-i 2-yə böləndə 44. İndi keçək dördüncüyə baxaq. Dördüncüdə 26% 52 olan ədədin 35%-ni tapın. Deməli, 52-ni vuracaq 26-da 100-ə. Vuracaq 100-də 35-ə. 52-ni 26 ixtisar gedəcək. Bunlar da ixtisar gedəcək. 2 qalır burada. 2-ni 35-ə cavab 70. Sonraki həlləri, uşaqlar, sonraki məsələlərin sizə həllərini hazır təqdim edəcəm. Deməli, məsələn, 31-32 31-32-ni hazır təqdim edirəm. Və burada deməli, ekrana baxın, hazır həllərdir. Baxıb yoxlaya bilərsiniz. Burada hər bir xırdalığı verilib, vurulub kəsir halında hesablanıb. Deməli, nədir? 15% ilə 5%-nin fərqi 10%-dir. Deməli, hansısa ədədin fərqdə, yəni 10%-ni tapırıq. Bu da bizə belə deyək də, necə deyir burada? 15% ilə 5%-nin fərqi 20 olan. Hə, 20 var ədədimiz. 20-dirsə, deməli, burada deməli 10% 20 olan ədədi tapmaq üçün 10%-i vurmalıyam x-a. Burada eləyir 20. Buradan da x-i tapmaq üçün 20-ni bölməliyəm %10-a. Yəni 20-ni %10-a bölmək, 20-ni %10-a bölmək, 20-ni 0,1-ə bölmək deməkdir və bu da burada məxrəc halında yazmışam. Qalanlarına baxa bilərsiniz. Deməli, burada sonra 32-nin həlli buradadır. Buradan baxıb götürün həlli. Götürün deyəndə ki, yoxlayın. Həlləri yoxlayın buradan. Mən kəsir halında belə bölməyə üstünlük vermişəm. Siz başqa cürdə istəsəniz yaza bilərsiniz. Ekranı saxlayaraq bunları yoxlayın. Mən isə keçirəm. Burada hamısı bir düşüb. Bu ikincidir, bu üçüncüdür. Mən də keçirəm növbəti həllərə. 32-dən sonra deməli 31-32 buradaydı. 33-ün həllinə baxacağıq. 33-ün həlli üçün. 33-ün həlli üçün. Bu da 33-ün həlli. Buna baxmaq lazımdır. Deməli, burada 33-ün həllində burada da hər bir xırdalıq verilib 1-1.
yazılıb. 298 ədədini nə qədər artırmaq lazımdır? Onun 28%, 98 olsun. 298 üzərindən isə gəlməliyik, yəni x gəlməliyik. Onu da %28-in tapmalıyıq. Vurub tapmışam. Neysə, bunun həlli belədir. Baxın özünüz. Ekranı saxlayaraq baxın həllərə. Mən keçirəm növbəti 2 məsələnin həllinin izahına baxmağa. Növbəti 2 məsələmiz bu 33 idi. İndi bu yenə 33'dür. Xeyr, bu deyil. Bir dəqiqə qarışdı. Aləm bir-birinə. Deməli, bu olar yəqin. 34'ün həlli. 34'ün həlli heyla vaxt aparacaq. Yenə də baxaq. 34'ün həllinə baxaq. 34'ü hissə-hissə təqdim edəcəm sizə. Deməli, burada məsələlər verilib. Əmtənin deyir əvvəlki qiyməti. Əmtənin əvvəlki qiymətini 10% azaltdılar. Sonra isə 20% artırdılar. Əmtənin ilkin qiyməti necə dəyişdi? 10% azaldıblarsa 90% olub. 90%'in də 20%'in tapırıq. Görək nə qədər olub? 108. 108'in də 100 çıxanda 8%. Bir içini buradan baxın. Mən növbəti həlləri təqdim edəcəyim sizə. 3-4'ün həllini təqdim edəcəyim indi. Deməli, bu nədir? Yeni, bura deyil. 3-4'ün həlli. 3-4'ün həllinə buradan baxa bilərsiniz. Bu da 3 və 4'ün həlli. Ekranı saxlayaraq yoxlayın həlləri. Davam edək növbəti ilə. Deməli, burada davam edəcəyik. Deməli, 5-6 ilə 5-6'nın həlləri buradadır. Bunu da ekran saxlayaraq baxa bilərsiniz. Keçək növbətiyə. Növbəti olacaq bizdə 7. 7'nin də həllini ekran saxlayaraq baxa bilərsiniz. Buradan da yoxlaya bilərsiniz tapşırıqlarınızı. Məndə vaxt məhdudiyyəti olduğu üçün sizə bir-bir izah etsəm çox vaxt gedəcək. Ona görə də bu cür təqdim edirəm sizə hazır şəkildə. Suallarınız olarsa rəy bölməsinə yaza bilərsiniz. 35'də baxaq deyir. Bir ədədi 40% artırdılar. Alınan ədədi neçə faiz azaltmaq lazımdır ki, əvvəlki qiymət alınsın. Birincidə 40% artırıblarsa bir ədədi. Bu demək ki, 0,4 dəfə, yəni 40%-i %40 kimi yazsaq, 0,4 dəfə artırıblar. Bu olub 1,4 x. Sonra deyir, nə qədər azaltmaq lazımdır? Əvvəlki qiymət alınsın. Əvvəlki qiymətə gətirib çıxmaq üçün, yəni əvvəlki qiymət x-dir. Bu nə qədər azalmalıdır? Bu şəkildə göstəriləcək. Burada 0,4x bölünsün 1,4x vurulsun 100. X-lar təbii ki, ixtisar gedir. Və 140'ı belə deyək 4'ə nisbəti və ya 14'ün 4'ə. 14'ün 4'ə. 14'də 4, 14'də 4 vurulsun 100. Bu da bizə verəcək. Deməli, vurub bölsəniz 28'dan 57% almalısınız. Keçdik növbətiyə. Növbəti ikincidə nə deyir? İkincidə deyir ki, bir saniyə gözləyin. İkincidə isə 20% artırıblar. Eyni qayda ilə yazacağım. 0,2 eləyəcək 1,2 qız. Və əvvəlki qiymət alınması üçün. Əvvəlki qiymətimiz x-dır. Görək 1,2'nin neçə faizidir. Deməli, burada 0,2 qız bölünsün 1,2 qız vurulsun 100. Bunlar da ixtisar gedir. 2'nin 12'ye nisbəti vurulsun 100. Bu da onsuz da 6'da 1'dir. 6'da 1 vurulsun 100'e hesablamamızı istəyir. Bu da 100'ü təxminən böləndə bu alınmalıdır. 16'dan %67. Baxaq, üçüncüyə baxaq. Pozaq uşaqlar hamısını. Bir saniyə gözləyin. Mən test yazacağım bundan sonra. Çünki mən videoları hazırlamaq üçün o qədər də çox vaxtım olmur. Ona görə test yazacağım bundan sonra. 3. Y bərabərdir. X vurulsun 1,2 bərabərdir 0,8 x. X çıxılsın. Çünki artıq görürük ki, əvvəlki qiymət böyükdür bundan.
0,8x vurulsun 100. 0,2x bölünsün 0,8x vurulsun 100. 2 bölünsün 8 vurulsun 100. Bu da ixtisar gedir. 4'te 1 vurulsun 100. Bizə verəcək 25 faiz. Keçdik dördüncüyə. Bir saniyə gözləyin. Dördüncüdən 40 faiz azaldıblar. Onda y bərabərdir. X vurulsun 1 çıxılsın 0,4x. 4. O da bərabərdir 0,6x. X çıxılsın 0,6x. Bölünsün 0,6x vurulsun 100. 0,4x bölünsün 0,6x vurulsun 100. Bərabərdir. 40 bölünsün 60. Əslində 4 bölünsün 6 kimi də yaza bilərik. O da 3'də 2 vurulsun 100 deməkdir. Bu da eləyir təqribi 66'dan %67 faiz. İndi keçək 5-ciyə. Bu tapşırığın 5-ci sonuncusudur. 5-cidə. 5-cidə də 50 faiz azaltdılar. Alınmış ədəd neçə faiz artırmaq lazımdır ki, əvvəlki ədəd alınsın. Y bərabər x vurulsun 1 çıxılsın 0,5. Bərabərdir 0,5x. X çıxılsın 0,5x. Bölünsün 0,5x vurulsun 100. Bu da eləyir 0,5x bölünsün 0,5x 1 deməkdir. 100 bu da eləyir 100 faiz. Keçdik növbətiyə. Növbəti tapşırığımız 36'dır. Bunun da həllinə baxaq. 36'da birinci. Artıq bu görünməsə də olar 36'ya keçirik çünki. Deməli, düzbucaqlının eni 30% artırıb uzunluğu 30% azaltsaq sahəsi necə dəyişir? Sahə A vurulsun B düsturu iləndir. A-nı 30% artırsaq A1'imiz olar 1,3A. B1'imiz də olar. Yəni növbəti sahə düsturunu A1, B1 deyə adlandırıram. 30% azaldılıb 0,7. Bilirsiniz bunlar hardan alınır? Yəni 100 üstə gəl 30 bölünsün 100'ə əsasən 30% artırsaq 130'da 100. Bu A1 üçündür. B1 üçün isə 100 çıxılsın 30 bölünsün 100'dür. %70. Ona görə onda 7 B'dir. Neyse buradan aydın oldu. Bir dəfə izah edirəm. Qalan hamısını bu şəkildə tətbiq edəcəyik. S1 onda növbəti sahəmiz bərabərdir. A1 vurulsun B1'ə. 1,3 yəni vurmalıyıq 0,7 A1 B1. Bu da bərabərdir 0,91 A1 B1. Yeni sahə. Sahə necə dəyişir? 9% azalar. Eləmi? 1 idi. SAB bu 1 də qarşısında 0,91 oldu. Neçə faiz azalıb? 9% azalıb. Sonra keçdik növbətiyə. Yəni 1-dən 0,91 çıxdım. 0,9 alındı. O da 100%-dən çevirəndə, yəni onu oradayı ədədi faizə çevirəndə 9% edir. Onluq kəsiri faizə çevirmə haqqında əvvəlki videolarda tapşırıqlar yazmışıq. 2də düzbucaqlının uzunluğunu 20% artırıb. Enin bayaqki kimi A vurulsun B-dirsə, burada elə bir dəfəlik yazıram. A1'imiz olacaq 1,2. B1'imiz də olacaq 0,7. B1. Bu da bizə verəcək 0,84 A1 B1. 1 idi. 1'dən çıxırıq 0,84'ü. Kəsiri çevirmək üçün faizə 100'ə vuracağıq. Bu da eləyir 6%. 6% azalar. Sonra keçdik növbətiyə. Üçüncüyə. Üçüncüdə düzbucaqlının uzunluğunu 40% azaldıb. Enini 60% azaltsaq, 40% azaltsaq, onda bizim A1'imiz 0,6 A1 olur. Enini nə edirikdir? Enini 60% artırırıq. Onda 1,6 olacaq. B1. Bu da verəcək bizə 0,96 A1 B1. SAB'miz 1 idisə 1'dən çıxacaq 0,96'nı vuracaq 100'ə. Bu da eləyəcək, yəni azalmanı göstərir. Bu 4% azalıb. 1'dən yüksək qiymət alsaydıq burada artıb yazacaqdıq. Həmin ədədi 1'dən çıxıb artıb yazacaqdıq. Azalıb. Hələ ki elə bir ədədə rast gəlməmişik. Olanda onun üzərində izah edəcəyim. Keçək növbətiyə. Dördüncü. Dördüncüdə nə deyir? Deyir ki, kvadratın tərəfini 2 dəfə artırsaq sahəsi neçə faiz artar? SAB-dir. Kvadratın tərəfi SA kvadratıdır. 2 dəfə artırsaq S bərabərdir 2A kvadratı eləyir 4A kvadratı. Neçə faiz artar? 4A kvadratından A kvadratı çıxırıq, vururuq 100'ə. 300% artar. Burada 300% edəcək. Sonra keçirik 5-ciyə. 5-cidə 3 dəfə artırsaq sahəsi necə dəyişər? Burada da 3A'nın kvadratını tapacağıq. 9A kvadratı. Bu 9A kvadratı sonra alınıb A kvadratı ilk qiymətdir. Vuracaq 100'ə 800% artar. 6-cıda kvadratın tərəfini 1,5 dəfə artırsaq 2,25
A kvadratı. Sahəsi necə artar? 2 tam %25 A kvadratından çıxacam A kvadratı. Vuracam 100'ə. 1 tam %25'i 100'ə vuranda 115% artar. Keçdik 5 altını yazdıq. 1 saniyə. 7 8'ə baxacağıq. 7'dən nə edirik? 10% artırıb 30% azaltsaq uzunluğu. 1 tam onda 1 A'nı vurmalıyıq 0 tam onda 7 B'yə. Bu da bizə verəcək 0 tam %77 AB. Bunların hamısını bir adlandıraq. Çünki əvvəlki sahəmiz var. Mən bir dəfə qeyd eləmişəm, o sahəni hər dəfə qeyd etmirəm. A vurulsun B. Birdən çıxacam 0 tam %75'i. Vuracam 100'ə. Bərabərdir. Nə olacaq? 100'ə vuranda bərabər olacaq 33% azalıb. 33% azalıb deməkdir. Sonra 8-də necə yazacağıq? 8'də düzbucaqlının deməli azaldıb. 10% azaldanda 90 eləyir. A1 vurulsun. 10% artıranda 1 tam onda 1 B1. Bu da eləyir. 10% azaldılıb. İkinci də azaldılıb. Artırılmayıb. Bu azaldırıbsız. Bu da elə 0 tam onda 9. Bu eləyir 81 A1 B1. Birdən çıxıram 0 tam %81. Vururam 100%'ə. Bu da eləyir 9% azalıb.